bizim sözlərimizin gözəlliyini insanlara çatdırın. İnsanlar dəstə-dəstə dinə gələrlər. Biz elə bilirik ki, bizim qiraətimizdəki din imamların başındakı dindən daha müasirdir, daha mütərəqqid. Elə deyil. Biz orijinal İslamı, o hədislər, ayələri olduğu kimi, olduğu kimi çatdırmazsın da, əvvəl gedək adam olduğu kimi dərk eləsin, əxs eləsin, mənimsəsin ki, onu ötürə bilsin. O da super vəziyyəti budur ki, İmam Rza İslam kimi əməli sürətdə yaşasın. Amma ən azından elmi səviyyədə İmam Rza İslam bilirik də alim dediniz də, ən çox mübahisələr, etiqadi, kəllam baxımından, fəlsəfi baxımından mübahisələr, müzakirələr olub. İnsanlara bunlar çatdırılsa, ehtiyac yoxdur yanında, məsələn, biraz şirinliyə çatdır qoyasan ki, başqa şeydə qoyasan ki, insanlar qəbul edəsinlər. Qəbul edəcəklər. Biz deyəsən düzgün çatdırmırıq. Biz yəni İmam Rızanı İmam Rıza kimi tanıda bilməmişik. İmam Hüseyni İmam Hüseyin kimi tanıda bilməmişik. Şimdi burada biraz dərdim asılı bir kəlmədə əlavə edeyim. İmam Hüseyni biz necə tanıdırıq? Deyirik, İmam Hüseyin deyirdi, heyhat minnəz zillə. Zillət bizdən uzaqdır. Heç düşünmürük ki, bunu deyib ki, dayanırıq. Bu müxatəbin beynində bu canlanır ki, bəs İmam Sadiq demirdi heyat minnəz zillə. İmam Rıza demirdi heyat minnəz zillə. Başa salmırıq ki, onun o metodu var idi. Bu ikisi də zillətdən uzaq idi. Amma hərəsi öz gücünü, vəziyyəti hesablayıb ona uyğun rəftar eləyirdi. Bu kimi şeylərlə biz İslamı olduğu kimi tanıtdıra bilsək, həm İmam Rıza Aleyhisselamın vəsiyyətinə əməl etmiş oluruq, həm də təbliğat sahəsində bir etalon olar. Heç bu çərçivədən çıxmasın. Nə deyiblər odur. Qanun nədirsə odur.